Salam aleyküm, hər vaxtınız xeyir gözləyən insanlar. Axır ki bizdəki də Tibet moruğu çiçək açmağa başladı. Maşallah kiçik bir 5 santimlik gələn Tibet moruğu bir ay neçə gün ərzində dəyişməsi. Əsas məsələ bilirsiniz də həmişə torpaqdan başlayır. Torpaq zəngin olandan sonra bitki də daha yaxşı meyllənir inkişaf eləməyə. Əvvəlcə 3 ədəd tumurcuq görsənirdi. İndi maşallah 2 ədəd açıb, bir ədəd burada 3 ədəd, 4, 5, 6, 7, 8 ədəd. Hələ bu zoğda da başlayır tumurcuq verməyə 9 ədəd. Maşallah proses çox qəşəng gedir. İnşallah salamatçı olsun. Birinci çiçək çıxır ki, çiçəkdən meyvəyə doğru gedir. İkinci çiçək yeni açıb, üçüncü, dördüncü çiçəklər də hələ qönçədədir. Allahın köməyi ilə meyvəni də inşallah meyvə yetişəndə meyvəni də səhifədə yerləşdirəcəm. Proses çox qəşəng gedir, çünki yenə deyirəm, birinci növbədə əsas məsələ hər şey torpaqdan başlayır. Torpaq düzgün qaydada olandan sonra bəli, istənilən ölkənin, istənilən hansı bir ölkədən gələn bir meyvəni onu yetişdirmək mümkündür. Düzgün bir qaydada günəş şüası hər bir şey öz qaydasında. Belə. İnşallah getdi bir də bir 10 günə, 10 gün ərzində üçüncü prosesi göstərəcəm.